Bu gün istəyirəm ki, çoxlarımızın başına gələcək olan və demək olar ki, hər birimizin qaçdığı bir məsələ haqqında danışım. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, ləzzətləri kökündən yox eləyib atan ölümü tez-tez xatırlayın. İndi sizə bir sual vermək istəyirəm. Düşünün ki, hal-hazırda ölüm ərəfəsindəsiniz. Peşman olduğunuz şey nə olardı? Yəni kaş ki dediyimiz şeylər nə olardı? Heç düşünərdikmi? Kaş ki vəzifəyə daha çox böyük bir vəzifəyə gələrdim. Kaş daha çox pulum olardı. Heç bunu mu düşünərdi? Yoxsa duyğularla, hisslərlə, kaş filan kəsə bunu deməzdim. Kaş kiminsə qəlbini qırmazdım. Kaş kiminsə incitməzdim kimi düşüncələrimi irəli sürərdi. Və ətrafa baxdıqda bunu görürük ki, həqiqətən insan övladı ölümlü bir varlıq olduğunu unutduğu təqdirdə dünyaya dəhşətli bir şəkildə meyl edir və bu meyl onun axirətini və ölümdən sonraki həyatını tamamilə alt-üst etmiş olur. Həyatı ancaq dünyadan ibarət olduğunu düşünüb və sadəcə burada yaşayıb hər bir kefin, əyləncənin bu dünyada olduğunu düşünən və qayəsiz bir şəkildə yaradıldığını düşünüb, həyatı belə başa vuracağını düşünən bir şəxs varsa ki, ətrafımızda belə insanlar çoxdur. Bu insanlar həqiqətən də Quran-Kərimimizin ifadəsi ilə heç təfəkkür eləmirlər bu insanlar. Çünki onlar həqiqətən də bu gözəl təbiətə baxsalar, yaradılmış bütün məxluqatlara baxsalar, bunların bir məqsədi olduğunu, bir qayəsi olduğunu mütləq şəkildə bilərlər. Mövzumu çox uzatmadan, hostes deyilən bir yerdə bir tibb bacısının qələmə almış olduğu bir kitab haqqında danışmaq istəyirəm. Kitabın başlığı bu formadadır. Ölən insanların 5 peşmançılığı deyə keçir. İnternetdə araşdırıb axtara bilərsiniz. Bu kitab məşhur bir kitabdır. Deməli, bu tibb bacısı ağır xəstəlikləri olan insanlarla münasibətdə olur və onların peşman olduqları 5 şeyi qələmə alır. Burada imkanlı olan şəxslər də olur, varlı olan şəxslər də olur, vəzifədə olan şəxslər də olur, müəyyən təbəqədə olan insanlar da olur. Və hər bir insanın sizə sadalayacağım bu 5 peşmançılığı mütləq olur. Birinci peşmançılıq. Kaş ki bu həyatı insanların məndən gözlədiyi kimi deyil də, özümün istədiyi kimi yaşayardım. Həyatda hər daim insanların bizə vermiş olduğu rolu öz üzərimizə götürüb o şəkildə həyatımızı icra etməyə çalışırıq. İstəyirik ki, insanlar bizdən razı qalsın. Halbuki bizdən razı qalmasını istədiyimiz şey Rəbbimizin bizdən razı qalması olmalıdır. Yəni biz bunu məxluqata, yaradılmışa yönləndirdiyimiz üçün arxası kəsilməyən sonsuz bir xüsranın içinə girmiş oluruq ki, insanların bizə vermiş olduğu missiyanı öz üzərimizə götürürük və bu da sonda hər kəsin özünə vermiş olduğu bir peşmançılıqdır ki, mən insanların mənə vermiş olduğu həyatı yaşayıram, öz həyatımı yaşamıram. İkinci peşmançılıq, kaş ki çox işləməyərdim. Ailəsinin ruzisinin dalından gedən, ümumiyyətlə həyatda müxtəlif qayəsi olan hər bir şəxs pul qazanmaq istəyir və istəyir ki, onun çoxlu bir mal-mülkü olsun, çoxlu bir sərvəti olsun. Hətta Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin dediyi kimi, Adəm oğlunun bir dərya dolusu qızılı olsa, onun ikincisini də istəyər. Yəni insanın gözünü həqiqətən də torpaq doyurur. Çünki bunu şahidi oluruq ətrafımızda nə qədər pulu olsa da, yenə də daha çox pul qazanmağa həris olan insan, daha çox mal-mülk yığmaq istəyən insanlar olur ki, bu insanlar da zaman-zaman bizə nəyi vermiş olur? O missiyanı vermiş olur ki, insan həqiqətən də gözü doymur. Hər daim nə isə qazanmaq istəyir. Məhz biz də belə çox qazanmaq istəyəndə ətrafımızdan, ailəmizdən, anamızdan, atamızdan hər birinin haqqına girərək onlara ayıracağımız vaxtı pul qazanmağa ayırırıq və beləliklə onların da haqqına girmiş oluruq, onlara da vaxt ayırmırıq. Amma öləndə düşünək ki, biz hal-hazırda dünyamızı dəyişmişik. Peşman olacağımız şeylərdən birisi də odur ki, biz öz ətrafımızdakı insanlara doğru vaxt ayırmamışıq, ancaq işləyib öz ağlımızda olan mal-mülk toplama sevdasına vurulmuş oluruq. Digər üçüncü bir məsələ, kaş ki dediyimiz, kaş ki hisslərimi ifadə etməkdən çəkinməzdim. Ətrafımızda yaşadığımız hər hansı bir hadisələr olsun, insanlarla münasibətdə olsun, istəyir bu qarşı cinslərə qarşı olan münasibət olsun, istəyir əks cins olsun və eyni cinsə qarşı olan münasibətlərdə olsun. Adətən başımıza kimsə bizə nəsə bir xoşumuza gəlməyən bir hadisəni eləyəndə, pərdə arxasında özümüzə həmin insana kin bəsləyirik və onlara öz ifadələrimizi, öz bizə yaşatdıqları duyğuları ifadə eləmirik və nəticə etibarilə həmin insanlara soyuq davranırıq. Birdən deyirsən ki, bu adam məndən yaxın idi, niyə belə pis oldu ki? Bu da hamısı dediyim kimi, biz özümüzü doğru şəkildə ifadə edə bilmirik qarşı tərəfə ki, məsələn, sənin bu elədiyin hərəkət mənim sərhəddimə toxundu, məni incitdi, mənə zərər verdi. Gələcəyinə bunu bu formada eləmə. Əgər istəyirsənsə dostluğumuz davam eləsin, əgər istəyirsənsə biz bir münasibətin içində davam edək deyə qarşı tərəfə bir irad bildirsək,
haqlı bir iradə təbii ki. Allahın izni ilə o insan da bunu doğru şəkildə başa düşürsə və sizinlə arada olan münasibəti zədələmək istəmirsə, sizi inandırım ki, o insan mütləq şəkildə sizin bu təklifinizi qəbul edəsidir. Bir digər məsələ də əslində çoxlarımızın aldandığı bir məsələdir. Kaş ki, dostlarımızı itirməyəydim. Ətrafımızda nə qədər dost edilmiş insanlar var. Hətta bəzən dost deyib yanılırıq. Hər hansısa bir başımıza hadisə gələndə bilirik ki, bu insan bizim dostumuz deyilmiş. Amma gəlin düşünək, dostlarımız axırıncı dəfə nə vaxt zəng edib xatırlamış. Hətta bu video da vəsilə olsun, ətrafımızdakı olan bir dostunuza götürün zəng edin. Onun bir halını soruşun, bir xətrini soruşun ki, necədir? Nə olsun təzə yazışmış ola bilərsiniz və yaxud da nə olsun ki, görürsən ki, qardaşın və ya dostunun hər şey yaxşıdır. Olsun, sən indi ona zəng elə, bir xəbər ver. Burada gözləmə ki, mənim yaşım ondan böyükdür, qoy mənə zəng eləsin, yox. Sən götür zəng elə. O böyüklük səndə qalsın. Sən zəng elə, sən axtar. Qoy görsün ki, məni axtaran bir dostum var. Əgər arada dostluğu möhkəm saxlamaq istəyirsə, buna mütləq şəkildə diqqət göstərməliyik. Bir digər məsələ də kaş ki, özümü xoşbəxt olmağına daha çox vaxt ayırardım. İnsan övladı dediyim kimi hər daim dünyalığa meyl elədikcə xoşbəxtliyin sadəcə bu dünyada olduğunu düşünür. Hətta hər kəsə desəm ki, xoşbəxtlik nədir? Hərənin avazından bir söz çıxacaq. Çünki hər kəsə görə xoşbəxtlik tamamilə fərqlidir. Çünki insan övladı yaşadığı, öyrəndiyi hər bir şey əsasən xoşbəxtliyinin nə olduğunu anlaya bilir və ona uyğun insanlara reaksiya verir. Hətta sizə də məsləhət edirəm ki, gəlin şərhlərdə yazaq görək, sizə görə xoşbəxtlik nədir? Bunun ətrafında da biraz danışmış olarıq. Xoşbəxtlik sadəcə pul qazanmaqdırmı? Ailə qurmaqdırmı? Arzusunda olduğumuz vəzifənin arxasınca getməkdirmi? Həmin vəzifəyə çatmaqdırmı? Yoxsa xoşbəxtlik nədir? Bunun ətrafında biraz düşünün. İnsanlara yardım eləməkdirmi? İnsanlar üçünmü çalışmaqdır? Özün üçün çalışmaqdır? Özün üçün çalışanda deyəndə, yəni dedik axı biz özümüzün insanlara peşman olur ki, onlar özlərini xoşbəxt olmağa imkan vermirlər. Özümüzün xoşbəxt olmağa imkan verdiyimiz situasiyalar hansıdır? Biraz bu haqqda düşünək və düşünüb qərar verdikdən sonra, bilirəm, biraz bu şeyləri düşünmək, yazmaq həqiqətən cəsarət istəyən məsələlərdir. Çünki insanın beyni düşünür və hər hansısa bir qaranlıqda qalan məsələ haqqında nəyisə qurcalayıb çıxartmaq istəyəndə insanın ruh halı çox özünü yüklənmiş hiss edir. Bilirəm, bəlkə də bu videodan sonra özü bir xeyli yüklənmiş hiss edə bilərsən. Təbii və normal bir prosedurdur. Sadəcə özünə ərinmə. Yəni şərhə yazmasan belə də götür qələmlə vərəqə nələrsə qeyd elə. Öz duyğularını, hisslərini mütləq şəkildə qeyd elə. Videoda qeyd eləmək istədiyim bu 5 mesajı Allahın izni ilə həyatımıza tətbiq etməyə çalışsaq, həm bu həyatda doğru bir şəkildə də yaşamağa çalışarıq. Və ya fikir verdinizsə, bu varlı insanların, imkanlı insanların peşman olduğu şey heç də daha çox pul qazanmaq deyildi. Daha böyük bir vəzifəyə gəlmək deyildi. Sadəcə hisslərlə, duyğularla, hərəkətlərlə bağlı bir şeylər idi. Yəni bu demək ki, hal-hazırda bizi də dindirsə, öləndə peşman olacağımız şeylər heç vaxt pul olmayacaq. Daha çox pul qazanmadım yox. Özümə daha çox vaxt ayırmadım, ətrafıma daha çox vaxt ayırmadım. Qırdığım insanların qəlbini almaq üçün heç nə eləmədim. Bunlar haqqında düşünəsik. Ona görə də məncə hələ ki bu nəfəs gedib gəlirsə, Allahın bu fürsəti bizə veribsə, Allahın izniyle bunu dəyərləndirməyə çalışaq. Ətrafımızda o insanların qəlbini qırmışıqsa, onların qəlb qırıqlıqlarını almış olaq. Özümüzə daha çox vaxt ayıraq. Özümüzün o daxilimizdəki özəyimizdə Allahın bizdən istədiyi o potensialı ortaya çıxardaq ki, görək ki, Rəbbimiz bir otu belə mənasız, boş bir şəkildə yaratmayıb. Məsəl üçün bir gördüyümüz sadə bir ot belə hər hansısa bir heyvanın xəstəliyinə şəfadır. Amma biz bunu bilmirik. Və insan övladı heç kəs boş-boşuna yaradılmayıb. Hər kəsin barmaq izləri belə fərqlidir, gözlərinin quruşu belə fərqlidir. Bu o deməkdir ki, hər kəsin Allah tərəfindən ona vermiş olduğu bir missiya var və bütün ömrümüz bu missiyanın axtarışında olmaqdır. Çətin prosedurdur, ağırlı, sancılı bir prosedurdur, qəbul edirəm. Amma mütləq şəkildə bunu axtararkən, hətta sonda da onu da deyim ki, xoşbəxtçiliyin bu axtarışda olduğunu da görmüş olacağıq. Diqqətinizə görə çox sağ olun.